Salam benim canlarım, benim kanalıma hoş gelmişsiniz. Ben bir güzel adlı markov salata eləyəcəm. O durumdan benim daim kızı getirip resepti. Esmira daim kızı çok sağ olsun, var olsun, ağzı her zaman şirin olsun. Şirin ağız şirinden yesin. Mənə dedi salatı. Bir dəfə eləmişəm özüm üçün. Çox ləzzətlidir, ikinci səfər eləyirəm. Deyin görüm, siz markovu necə təmizləyirsiniz? Mən markovu dəmir sirki ilə xoşum gəlir təmizləməyə. Fikirləşmir ki, mənim təmizləyənim yoxdur. Ancaq mən belə xoşlayıram. Həmişə belə təmizləyirəm. Allah canınızı can sağlığı versin. Çok qəşəng təmizləyib belə rahat olur. Hələ bu cürə təmizləməyə xoşlayır. Soğanı da təmizləmişəm, sarımsağı da. Buraya 3 ədəd soğanı xırda-xırda doğrayacağım. Sarımsağı da tyorkadan keçirəcəm. Mütləq bunu duru yağla qızartmaq lazımdır, soğanı, markovu. Çünkü bu soyuq zakuska gedir, ona göre zeytin yağını bu yağdan mən istifadə edirəm. Çox dadlı yağdır. Mən indi soğanı doğradım, başlayıram qızartmağa. Дорогие мои, сейчас я немножко пожарим до золотистого, потом морковку я буду добавить. Canlarım benim, ben kazanımı dəyişdim. Tavada gördüm sığışmayacaktı. Bir 600 gram markov idi məndə. Tyorkadan keçirdim. Gördüğünüz kimi xırda gözündən 3 tane soğan. Soğanı biraz kızarttım. Gördüm yok, alınmır. Markov sığmayacaktı. Kazanı dəyişdim. Это вкусную холодную закуску у меня принесла из Бодрума, из Турции, двоя родная сестра. Очень вкусно, действительно. Надо попробовать. Морковка много получилось у меня. Кило 600 морковка была. Маленькая тёрка я натирала. За это я поменяла кастрюльку. Bıçaqla da doğrayabilirsiniz. Ancaq belə lap yaxşı alınır. Rahat alınır. Mənim şimdi kim necə iş görür. Bıçaqla da doğrayıram. Hiç belə paprov eləmişsiniz mi? Tyorkadan, rendeden geçmişsiniz mi kozu? Yemeği şu я добавила грецкий орех. Soğudu. Şimdi süzməni əlavə edirəm. Mən simetan da dedilir qatı ancaq mənə gəlir ki, simetan ehtiyac duyuram buna. Çünki süzməm çox yağlı süzmədir. Yağın içində də qovurulub. Mənə də gəlir ehtiyac duyur. Сметан вармак уже. Дорогие мои, наша закуска, салат готова. Я еще добавила сюда домашний готовый густой. Если готов нет, сметану можно добавить. Сметану можно мешать. Отлично прямо.